sizi tez-tez getdiyim Koreya marketinə aparıram. Qiymətlərə birlikdə baxaq. Görək qiymətlər sizə necə gələcək. Bu marketdə tez-tez indirimlər olur və sərfəli qiymətlərə məhsullar tapmaq olar. Koreya marketlərində ramyan üçün həmişə xüsusi bir bölmə olur və seçim həddindən artıq çoxdur. Və Koreyanın ən acı ramyonlarından biri də məhz budur. Bu da ən məşhur olan Shin ramyondur. Bunlar da K-pop Demon Hunters filmi dizaynlı ramyonlardır. Burada da müxtəlif çeşiddə sıyğılar var. Bu da vaxtı olmayanlar üçün hazır düyü variantı, hazır bişmiş düyüdür. Qarpız Koreyada həddindən artıq bahadır. Marketdən yalnız tərəvəz alaraq çıxıram. Bu qədər, növbəti videoda görüşərik.